Hazırda Tovuz rayonunun Qaraxanlı kənd məzarlığındayıq. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Şirinov Elmar Cəbrailoğlu'nun doğum günüdür. Allah ruhunu şad eləsin cümlə Azərbaycan şəhidlərinin. Allah doğmalarına səbir versin. Həqiqətən çox çətindir belə günlərdə söz danışmaq, təsəlli vermək. Kaş şad günlə toplaşardıq. Bugün Elmar'ın məzarı üstündə olan doğum gününü qeyd edirik yolsuz. Allah doğmalarına səbir versin. Həqiqətən çox çətindir. Gördüyünüz hər biri Tovuz rayon qəhrəmanlarının valideynləridir. Ata, anaları, yarları, qardaş bacılarıdır. Ne kadar kalaların canım, ayılı var. Allah hər birinə səbir versin. Her yerde kahramanlığı göndermişler, ayılı var. Şekilki yönettiğim 8 yaşı var, ne kadar ödüm bir dalı var. Adamızdı, ne çalıyorduk ödüm bir dalı var, sen lazımydın adamızdı. Keşke paran olmaydı, yanım doluydu adamızdı, nefesimiz doluydu adamızdı. Onu da qeyd edeyim ki, Elmar 2 ayın əskəri idi. 2 ayın əskəri olmasına baxmayaraq, körpə olmasına baxmayaraq, Elmarın həm bayraq ordenilə təltif olunub, həm də bir çox medallarla təltif olunub. Körpə yaşında çox böyük qəhrəmanlıqlar göstərib. Hamısı yarım qaldı, ayılı var, hamısı gözümdə qaldı, ayılı. Doğum günü mübarək olsun. Allah doğmalarına səbir versin. Allah aman anıya, Saliyə bacıya həqiqətən səbir versin. Çətindir, səbir diləyirik. Təsəlli verməyə çalışırıq, amma bu dərdin təsəllisi yoxdur. Ne saçına qarışırsan, ağlamıyorsun, ne balaların üstüne qarışırsan, ağlamıyorsun. Beni yaman yarım çıkoydun, ağlamıyorsun, ağlamıyorsun. Kahraman balam, vücut balam. Azerbaycan torpaqlarını gəzəm balam. Qanı birgələdi qanımdan sulayan balam. Ayanamıyorsun. Gezdiği yerler aldım, torpaqlar lalə zırdan anıyorsun. Şehirler çikilir, yollar çekilir, anamıyorsun. Mektepler açılır, uşaqlar mektebe gidir, anamıyorsun. Ama sen görmedin bunlar, ayılmar görmedin. Öz arzuna çattım, benim arzular yüreğimde koydun, anamıyorsun. Dünyayla bir adım var, ayanamıyorsun. Azerbaycan'ın her yerinde tanırlar seni. Harya gidirim deyirlər bu Elmar'ın anasını, kahraman Elmar'ın anasını, şehit Elmar'ın anasını. Şurada şehit olan Elmar'ın anasını. Ayanamıyorsun, ay Elmar. Ayanamıyorsun, ay Elmar. Ağlamıyorum ay Elmar, sen ağlamıyorum. Ben demişim, ben hiç sen ağlamıyorum. Ben özüm ağlayıram.
Öz baktınız talihimi, öz ağzınıza döne yıkmalma, yıkmalma. Sen ağlanan ben özüm tutan taş kazandık. Özüm kimi sürmelere çaldık anamızsın. Öz artık ebedi tarihe yazdık anamızsın. Oğul dölürcedir, kız dölürcedir. Asıl senin adın tarihte kaldı anamızsın. Tarixdə adı qalan balana qurban olum amanım. Senin adın tarihe düştü anamızsın. O 8 yaşlı bir kahraman kim anamızsın. Şafati kim anamızsın. Bu borcumu yerine getirdim Elmar. Bize borcum kaldı. Sen şehit olan yerde senin adına bir abiden çaldıma Elmar. Bir daha ona barışmayacağım. Günden sonra boynuma düşen borcu ona Elmar. Kendim o yolun kırağında bir abiden çaldıysam adına Elmar. Orada diyeceğim falan burada şehit oldum. Oy sana kurban olsun adına Elmar. O torbağa dökülen kanına kurban olun vay Elmar. Ay Elmar üstünüze düşen ağaçlar el orada durur adamısın. Birisi sorayım birisi salamattı. Ay adamısın. Yere düşen tutağın ömrü kadar ömrüm olmadı ay adamısın. Bir balalarını ağlamıyor. Özümüz ağlayırıq, oğulsuz sınasamız yerdən oğulsuz qalxacaq. Onu ağlayırıq. Bugün Şəhşirli Elmar'ın 23 yaşı tamam oldu. 5 ildir oğlumun ad gününü torpağın altında qeyd edirəm. Cəsədi torpağın altında adı ucalardan uca zirvədədir balanın. Mən fəxr edirəm. Fəxr edirəm ki, belə bir oğlun anasıyam. Öz qanından tarixi adını yazan oğullar heç vaxt unudulmaz. Onlar öz adlarını tarixə yazdı, əbədi olaraq vətən torpağının azadlığı uğrunda. Çıxdıqları yolda, getdikləri döyüşdə qələbə qazandılar. Bayraqlarımızı ucaya qaldırdılar. Göylərə qaldırdılar. Öz adlarıyla bərabər, öz ünvanlarıyla bərabər. Buraya yığılanların hamısına təşəkkür edirəm. Hamınızın rəyiniz ağrımasın. Elmar'ın ad gününe gəlibsiniz. Allah'ınızın məkanı cənnət olsun. Cənnətdəki ad günü mübarək olsun oğlum. Hamınıza təşəkkür edirəm. Şəhid anaları, şəhid ataları, qohumlarım, el oğlu, el qızlarım. Elmar'ın adını tutub gələn hər kəsə, Elmar'ın adını şərəflə çəkən hər kəsə təşəkkür edirəm. Təşəkkür arzu duyarım ana. Bizim Hamının borcumuz borcudur, balana var. qurban. Təşəkkür edirəm. Ad günü mübarək olsun. Belə oğulları böyütmüşük. Ad günü də dəyişik düşdü. Kaş belə yığışmayaydı Qaybaş, kaş belə yığışmayaydı. Dəyişik oldu. Başqa şeydə bir-birimizə tanıyaydıq. Kaş başqa cür tanıyaydıq, amma doğrudan da Dost bu olaydı oğlan- oğlanların, bu bir-birimiz toyuna oğlanlar, gedəydik, bu elə oğlanlar tanıyaydıq. Hamıyı bacı elədi, ana elədi. Hamımızı bir-birimizə tanımadığımız, bilmədiyimiz anaları, bacıları bir yerə yığdı. Onlar hamısı cənnətdədirlər. Cənnətin ən gözəl güşəsindədirlər. Bir dənə təskinliyimiz var. Doğrudan da bir təskinliyimiz odur ki, bu uşaqlar bizim, tək bizim yox, Azərbaycan xalqını uca elədi. Onların o vaxtı bir hərbiçi mənə dedi ki, ana, bizim şəhidlər dedi, Azərbaycan xalqının yerə düşmüş yaylığını, namusunu, qıryasını ucalara qaldırdı. Doğrudan da elədi. Gələn elə deyirdi, qıraqdan, uzaqdan gələn deyirdi ki, biz deyirdi, alnı açıq, uzaqda dayanırıq ki, bizim torpaqlarımız azad olub. Torpaqları azad elədiniz ay bala. Özünüz qaldınız orada, o torpaqlarda əbədi qaldınız.
Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki özünü tanıyan, Azərbaycanı bilən insanlar var. Qarabağ deyəndə birinci sizin adınız çəkiləcək ki, o Qarabağı bizə qaytaran oğullardır. O oğullar. Allah hamımıza səbir versin, ay ana bacı. Sən bu körpə balana qurban olum. Hamımızın şəhidlərinə qurban olum. Hamımıza Allah səbir, dözüm versin. Bu yaralı ürəyimiz dözək. Onların adına layıq oturaq duraq. Onların adına layıq. Onların cənnətinə gedəndə də o üzü ağ gedək ki, oğul, nə tər qoydun, getdin, hansı adı verdin, o adla da gəldi sənə qovuşdun. Biz də bugün Şirinov Elmarın 23 yaşı tamam olur. Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq özümüzü Amanə ananın yanında olmağa, Elmar balamızın 23 yaşını, cənnətdəki yaşını təbrik eləməyə, onu tək qoymağa könlümüz razı olmadı. Biz analar, bacılar öz yaxınlarımızda o qədər yaxın deyilik, daha uzaqlaşmışıq. Biz şəhid ailələri bir-birimizə həm ata, həm qardaş, həm bacıyıq. Çünki bizlər hər birimiz bir-birimizin dərdini başa düşürük, bir-birimizi anlayırıq. Bu gözəl oğulların hər birinin ruhu qarşısında baş əyirəm. O anaların əllərindən öpürəm. Əziz analar, sizdən ötürü bilirəm, çox çətindir həyatda yaşamaq. Çünki 9 ay ana bətnində qanınızla, canınızla əmələ gətirib, dünyaya göz açan, arzuları həyatda qalan, 22 yaş, 23 yaş, 18 yaş, 25 yaş, 26 yaş, 30 yaş deyilənə qədər böyütdüyümüz evlatların arzuları ürəklərində qalan oğulların hər birinə mənim canım qurban olsun. Həqiqətən də siz anaların qarşısında bizi kimi bacıların danışmağı çox çətindir. Allah sizlərə səbir versin. Amanə, Allah sənə can sağlığı versin, səbir versin. Elmar balamın da cənnətdəki mövludu mübarək olsun. Allah cəmişliklərimizin yerini cənnət eləsin. Allah bütün ailələrimizə səbir versin, dözüm versin. Balalarımızın adını yaşatmaq imkanı versin bizə. Bugün Elmar balamızın cənnətdəki ad günüdür. Ad günü mübarək olsun Elmar bala. Bilirlər ki, sizə də bizim evlatlarımız eyni yaşda qalacaqlar. Azərbaycanın alınan, geri qayıdan torpaqlarının geri qayıtmayan oğlanları olacaqlar. Çox çətindir bir ana üçün evladını itirmək, onların bir kəlmə söz deməyə qıymırıq, amma onları itirmək çox çətindir. Ancaq qürurludur. Bizim evlatlarımız Azərbaycan torpaqlarının azad edilməsində az da olsa, çox da olsa bir yerləri var. Bizə qürurlu bir ad qılıb ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizlərə də səbir versin. Bizim hamımıza da səbir versin. Amin. Cənnətdə dəyişməyən mövludu mübarək Elmar bala. Elmar Tovuz Peşə Liseyində bizim sevimli tələbəmiz olub. Nəinki mən, burada müəllimə yoldaşlarım var, onlar da təsdiqləyə bilər. Elmar bütün liseyin sevimlisi olub. Onun göyçək saçları var idi, telləri var idi, qoy bir haşiyə çıxıb. Hər gün deyərdim, Elmar, bu saçların qırtdır. Nə qədər dedimsə, Elmar əskəriyə gedəndə qırtırdı o saç. Həmişə Elmarın ziyarətinə gələndə onu xatırlayıram. Elmar mənim üçün həmişə yaşayır. O bizim nəinki mənim, bütün Tovuz Peşə Liseyinin sevimli tələbəsi olub. Məkanın cənnət olsun. Nur içində yat, körpə bala. Allah amana bacıya səbir versin, dözüm versin. Müsalə qızım, Allah sizə səbir, dözüm versin. Bugünləri rayonumuzun qəhrəman şəhidlərindən olan Elmar Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Elmar qardaşımız bizim yaşı az olsa da qəhrəman qardaşlarımızdan biri olubdur. Yəni bu vətən üçün canını göz qırpımında verən qardaşlardan biri olubdur. Hansı ki Elmarın arxada bir başqa qardaşı yox idi ki, o anasını, atasını, bacısını onlara həvalə eləsin. Allah ruhunu şad eləsin cəm şəhidlərimizin. Şəhidlər bizim qürurumuzdur, baş tacımızdır. Siz
hər zaman onları anmalıyıq. Hər zaman onları yaşatmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Ruhu şad olsun cəmi şəhidlərimizin. Bugün bizim için hem ağırdır, hem de gurur vericidir. Ona göre ki Elmar balamız vətən uğrunda canını fəda elədi. O geriye bakmadan, hiçbir şey düşünmeden, ne ananı ne bacını düşünmeden vətən yolunda canını fəda elədi. Mən bütün şəhid analarına, şəhid atalarına səbr diləyirəm. Təmkinli olun, aman avacı, təmkinli olun. Bizim geride kalan gələcək nəsil üçün bizim bu qəhrəman balalarımız örnəkdir. Şəhid bizim hər birimizin baş tacıdır. Biz hər zaman anamda göz qırpımını belə yumanda duyuruq ki, bizim balalarımız qəhrəman balalardır. Biz bu qəhrəman balalarımızdan qürur duyuruq. Ona görə ki, bunlar Azərbaycan xalqının, Azərbaycan devlətinin, Azərbaycan bayrağının ucalması uğrunda öz canlarını fəda elədi. Mən Allah Taala'nı arzu edirəm ki, hər kəsə həmişə təmkinli olun, qürurlu olun. Ona görə ki, biz qürurlu şəhid atalar, şəhid analarıyıq. Ona görə ki, bizim balalarımız vətən yolunda canlarını fəda elədilər. O Elmar balamız elə bir yüksək vəzifədədir ki, onu heç bir şeydən əvəz etmək olmaz. Elmar elə bir oğul oldu ki, o anasının başını həmişə daimi ucalardan uca tutdu. Bugünkü bu tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Turan birliyinin bütün şəhid ailələrinin üzvlüyünə onu demək istəyirəm ki, biz bir olaq, birgə olaq. Heç kimin müdaxiləsinə baxmayaq. Kiminsə nə səhvi olarsa, onu bağışlamaq olar. Bir daha bütün şəhidlərimizə Allah rəhmət eləsin. O cümlədən Elmar balamızın bugünkü mövlüdü mübarək olsun. Azərbaycan Respublikasının, Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının tərəqqipərvər bəşəriyyətin tarixinə 21-ci əsrdə adları qızıl hərflərlə yazılmış qəhrəman, igid, cəsur, döyüşkən, vətənpərvər Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlı qurban vermiş şəhidlərimizdən biri olaraq Elmar Cəbrailoğlu Şirinovun tariximizdə əvəzsiz xidmətləri olmuşdur. Yəni, gənc yaşlarından vətənin müdafiəsinə yönəldilmiş, qəhrəman ruhda böyüdülmüş, vətənpərvər ruhda tərbiyələndirilmiş Elmar Cəbrailoğlu Şirinov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin siyasətinə dəstəyini ifadə edərək Azərbaycan torpaqlarının 200 ildən artıq işğal altında qalması ilə barışmayaraq və həmin işğalın davamı olaraq 30 il müddətində ermənilərin Azərbaycanımızın ən dilbər ülkələrindən olan, qədim Azərbaycan torpağı olan Qarabağımızın işğal altında olması ilə heç vaxt barışmamışdır. Ona görə də yaş yaşlarından etibarən Azərbaycan Prezidentinin çağırışına cavab verərək vətənimizin müdafiəsinə yönəldilmişdir və döyüş meydanında düşmən üzərində qələbənin əldə edilməsi üçün döyüş tapşırıqlarını şərəflə, vicdanla yerinə yetirmişdir. Onun qəhrəmanlığı, igidliyi, cəsurluğu, döyüşkənliyi, vətənimiz qarşısında xidmətləri, ölkəmizin başçısı, silahlı qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. Yəni Azərbaycan bayrağını tam yüksəklərə ucaldılması istiqamətində hər bir Azərbaycan əskəri kimi yüksək səviyyəli, peşəkar əskər olaraq xidmətini yüksək qiymətləndirərək ona bu cür təltif verilmişdir, olmuşdur.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı qorusun. Allah anasına səbir versin, təmkin versin. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimiz Ali Baş Komandanı 21-ci əsr tariximizə Azərbaycanın qurtuluş dahisi olaraq, xilaskar olaraq daxil olmuş Cənab İlham Əliyev qorusun. Buyurun Aydın. Biz bugün burada Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq şəhidimiz Elmar Balanın mövlud günü üçün valideynin yanında olub dərdinə şərik olmaq üçün biz buradayıq. Bu tək bir bizim ailə üzvlərinin yox, cəmi bugünkü gündə bu mərd, cəsur, qorxmaz oğlanlar, haqqın tərəfində olan evlatlar bugünkü gün yaranmasında öz canlarını verdilər. Bu şəraiti yaratdılar, bu şəraiti yaratmaq üçün bugünkü gündə həyatda yaşayanların hər bir kəs onlara borçludur. Onlara borcu nədir ki? Onların borcu elə bir borc tələb eləmir ki, onların nəyəsə borcu var. Onlar bu ailələrin yanında olub dərdinə şərik olmaq, mənəvi dəstək olmaq lazımdır. Ayrı başqa bir şey istəmir valideynlər. Belə bir oğullar bugünkü gündə bizim tariximizdə olan bu qara ləkələrin hamısını sildilər. Ali Baş Komandan İlham Əliyev cənablarının yaratdığı dəmir yumruq ətrafında birləşdilər. Bunlar neçə illərdən bəri işğal altında saxladıqları kafirlərin torpaqlarımızın Qarabağ ərazisini tam kafirlərdən təmizlədilər. Bugünkü gündə şükürlər olsun ki, ərazi bütövlüyümüz təmin olunubdur, bayrağımız yüksəkdə dağlarlar. Qoy belə bu günlər hər bir xalqımızın firavan yaşaması üçün onların canlarını verdikləri, yaratdıkları bu həyat daim olsun, süleymanlıq şərasında yaşasınlar. Ailələrin hər birinə xoş günlər arzulayaq, bir daha xalqımız belə günlər görməsin. Bu qara bulutlar bizim xalqın üzərindən uzaqlaşsın, geçsin. Ali Baş Komandanımıza var olsun. Onun rəhbərliyi altında xalqımız xoş günlərə çıxsın. Hər birinizə xoş xiravan günlər arzulayıram. Şəhidlərimizi də yad elədik. Şəhidlərin ruhu onda şad olur ki, biz onları yad edirik. Onları unutmuruq. Ruhları şad olsun. Gəldik, gəlirlər. Sağ olun. Cəm şəhidlərimizin məkanları cənnət olsun. Allah bütün şəhid ailələrinə səbir versin. Sağ olun. Allah rəhmət eylesin cəm şəhidlərə. Allah rəhmət eləsin cəm şəhidlərimizin, bütün şəhid anaların, ataların əllərindən öpürəm. Nə deyək? Danışmağa sözümüz yoxdur. İncə deyirəm ki, bütün şəhid analarımı da əllərindən öpürəm, ataların əllərindən öpürəm. Allah hamısına rəhmət eləsin, yerləri cənnət olsun. Elmar Balamın timsalında bütün şəhidlərin məqamı uzadan azal olsun, ruhları şad, məqamlar yerləri cənnət olsun. Bugün Elmar Balamızın ad günü ilidir. Ad günüdür. Ad günü dəyişməyin, ad günü mübarək olsun. Allah bütün şəhidlərin cənnət olsun. Mən Elmarın anası kimi bütün xalqıma, bütün elimə xoşbəxtlik, firavanlıq arzulayıram. Arzu edirəm ki, bir daha vətən göylərində qara buludlar olmasın. Arzu edirəm ki, bir daha torpaqlarımız mənfurların əyağı altında qalmasın. Arzu edirəm ki, gün o gün olsun, Göyçəmiz, rəvanımız hamısı azad olsun. Arzu edirəm ki, bütöv Azərbaycan uğrunda səfərbər olaq, bütöv Azərbaycanımızı qoruyaq. Biz gözümüzün ağı qarası, nə zülümlə, nə əziyyətlə böyütdüyümüz oğullara, bu torpaqlara qurban verdik ki, bu birliyi qoruyaq. Bütöv Azərbaycan uğrunda, bütöv Müslüman xalqı uğrunda, dinimiz uğrunda, dilimiz uğrunda mübariz olaq. Xalqıma, elmə, obama arzu edirəm.
və hər kəsə təşəkkür edirəm ki, bugünkü gündə məni Elmarımın ziyarətində tək buraxmadılar, yanımda oldular, sağ olsun. Və demək istəyirəm, Tovuz Turan Şəhid Ailələri Birliyi, hamınıza təşəkkür edirəm. Hamımızın dərdi eynidir. Hamımızın qəlbindəki yara eynidir. Hamımızın ağrımız, acımız eynidir. Ona görə bir-birimizin yanında olmaq bizim ən ümidə borcumuzdur. Çox sağ olun, var olun. Yaxşı ki, oğullarımızdan sonra bir-birimizə dəstək ola bildik. Yaxşı ki, bir-birimizi tanıdıq. Nə yaxşı ki, varımızsınız. Kaş oğullarımız sağ olaydı. Onların toyunda, şanında bir-birimizi tanıyaydıq. Amma bir şey də deyil. Bir neçə il bundan qabaq hər sözümüzün başında, ayağında deyirdik gün o gün olsun, qorxaqlarımız azad olsun. Bu azadlıq elə belə qansız, qadasız, qurbansız mümkün deyil. Bu məlum məsələdir. Nəyisə əldə eləmək istəyiriksə, qurban verməliyik. O da bizim alnımıza yazıldı, bizim evlatlarımızın alnına yazıldı. Nə qədər üzülsəm də, nə qədər qəlbimi incitsə də, nə qədər necə deyim, kədər hissindən oğlumu hər gün, hər dəqiqə yad eləsəm də bir qürurum var. Nə yaxşı ki, mənim oğlum həddi buluğa çatan zaman ilk işi vətən qarşısında, xalq qarşısında, valideyn qarşısında vətən uğrunda döyüşmək oldu. O zirvəyə ucaldı, bizim adımızı ucaltdı. Tam əksi də ola bilərdi. Həyatda da hər şeyi görürük. Amma çox şükürlər olsun ki, 18 ildə dişimlə, dırnağımla çəkdiyim əziyyəti, fəhləliklə, mən bu sözü necə deyim, qürurla deyirəm ki, fəhləliklə böyütmüşəm balamı. Halal zəhmətimlə, halal hamballığımla böyütmüşəm. Nə yaxşı ki, mənim balam, mənim bu çəkdiyim zəhməti itirmədi. Eli üçün, xalq üçün gərəkli, dəyərli bir insan oldu. Fəxr edirəm. 70 yaşında, 60 yaşında bir kişinin bacara bilmədiyi bir işi bacardı, sağ olun. Deməli, nə xoş mənim halıma. Üzülsəm də, ağrısam da, qəlbim nə qədər yansa da, mən ondan qürur duyuram. Fəxr eləyirəm ki, nə yaxşı ki, mən Elmarın anasıyam. Nə yaxşı ki, Elmar kimi oğlum olub.